Doktor, evdə qulağa Pekis məhlulu tökmək olarmı? Pereks məhlulunu evdə qulağa tökməyi məsləhət görmürük. Bunun bəzi səbəbləri var. Baxmayaraq ki, biz bu məhlulu, yəni 3% hidrogen peroksid məhlulunu xəstəxanada qulaq tıxacını çıxartmaq üçün yumşaltmaq məqsədi ilə istifadə edirik. Amma biz qulaq kanalının içərisinə baxaraq bunu tökürük və tıxac yumşaldıqdan sonra aspiratorlardan istifadə edərək oradan çıxarırıq. Ev şəraitində töküldükdə burada nə kimi problem yaşanıla bilər? Birincisi, içəridə deyək ki, tıxac var. Tıxac yumşalaraq daha da şişəcək. Qulaq kanalı biraz da bağlayacaq və sizi daha çox narahat edəcək. Digər tərəfdən isə qulaq pərdəsində dəlik ola bilər. Dəlik varsa da tökdüyünüz bu Pereks məhlulu qulaq kanalında olan qulaq kirini, bakteriyalar və s. orta qulağa keçirə bilər və qulaq infeksiyasının yaranmasına səbəb ola bilər. Ona görə ev şəraitində qulağın içərisinə görmədən, həkim nəzarəti olmadan hər hansı bir məhlulun tökülməyi məqsədə uyğun deyildir.